Daha öncələr ümumiyyətlə aciz idi. İndi kök hüceyrə müalicəsi var. Həqiqətən artıq 2-3 ildir ki, tətbiq edirik. Yəni başlayanda biz də belə qalır, yəni bilmirdik. Sözün düzü, nə olur? Çünki yeni bir müalicədir. Çünki eksperiment bir halındadır. Tək bizdə yox, bütün dünyada. Amma artıq Türkiyədə 15-20 ildir bu tədqiqatlar aparılır və pasientlərə təklif olunur. Ona görə biz də Bakıda bunu tətbiq etdik və kök hüceyrə müalicəsini tətbiq edirik. Hər həftə belə pasientləri biz müalicə edirik. Amma burada müalicənin əsas məqsədi nədir? Olan görməni saxlamaq və bəziləri dönə-dönə soruşurlar, həkim, bəs görməni artırmaq mümkün deyil. Artsa belə 10% artacaq. Yəni daha çox artmayacaq. Artanda kimdə artacaq? Kim ki vaxtında gəlib görməsi bir qədər də yüksəkdir. 50-60-70% görür, kimsə 20-30% görür, 10% görür. Bəli, bir çox pasientlər, 80% pasientlər vurğulayır ki, həkim biz söz verməmişik, amma özü